Salam, kanalımıza hoş gelmişsiniz. Bugünlerim 7 iyun 2026 yıl tarihinde birinci gruplar için imtihan keçirilmiştir. Birinci cəhd imtihanı. Həmin imtihanda düşən sualların, riyaziyyat suallarının izahına baxın. Birinci sualda verib ki, həndəyə silsilədə BM plus 10, vıraq BM plus 11, vıraq BM plus 12 bərabərdir 64 vıraq 3 üstündə 3-dür. Həndəyə sən arzu 3 həddinin hasili ortadakının kubuna bərabərdir. Bərabər 64 vıraq 3 üstündə 3-in. BM plus 11 bərabərdir 4 vıraq 3 üstündə n. Hər tərəfdən kub kök aldı. Misal bizə 13-cü həddini soruşursa n'in yerinə 2 yazalım. 4 vıraq 3-ün koratından cavabımız eləcək 36. Doğru cavab oldu B bəndi. A-nın hansı qiymətini kvadrat cədvəl həmişə mənfi qiymətlər alır? Kvadrat cədvəlin mənfi qiymətlər alması üçün A-sı mənfi olmalıdır, B-si də mənfi olmalıdır. Yəni baş hədd mənfidir. Bir də diskriminantı tapaq. A-2-nin kvadrat çıxaq 4 vıraq A vıraq A mənfi 2,25. O sıfırdan kiçik olmalıdır. A kvadrat çıxaq 4A plus 4. Üstə gələk 9A kiçik sıfırdan. A kvadratı plus 5A plus 4 kiçik sıfırdan. A kiçikdir mənfi 1-dən. A böyükdür mənfi 4-dən. Beləliklə, bununla təbii ki, A mənfinin kəşməsini tapmalıyıq biz. Mənfi 4, mənfi 1, kəşmə, mənfi sonsuzluq 0. Elə cavabımız eləcək mənfi 4, mənfi 1. Doğru cavab oldu A bəndi. 3 nömrə misal. Yük avtomobili A nöqtəsindəki ambardan götürdüyü malları ABS düzbucaqlı perimetri üzrə hərəkət edərək BSD məntəqələrinə paylayıb ambara qayıtır. Cəmi 420 km yol getdisə, demək ki, düzbucaqlının perimetri nəyə bərabər? 420. Və AB məsafəsinin BC məsafənin nisbəti 3-ün 4-dədir. O zaman 3x-dan 4x-in cəmi 210 olacaqdır. X-imiz oldu 30. O zaman 3'ü 30'a vuranı 90 km AB məsafəsidir. 4'ü 30'a vuranı 120 km CD məsafəsidir. Təzədən, daha doğrusu BC məsafəsi burayı təzədən 90 km, burada təzədən 120 km-dir. Sonra deyirik ki, avtomobil hər məntəqədə yükün bir hissəsini boşaltdığı üçün növbəti məntəqəyə qədərki yolu əvvəlkindən ilk 15 km/saat çox sürətlə gedirdi. Demək, bu AB məsafəsinin x plus x ilə gedibsə, daha doğrusu x km saatla gedibsə, buranın x plus 15 km saatla gedib, buranın x plus 30 km saatla gedib, buranın da x plus 45 km saatla gedib olur. O zaman misal bizə deyir ki, avtomobil B'dən C'yə qədər 2 saata gedib. Yəni, TBC bərabərdir 2. O zaman sürətimiz bərabərdir yol bölək zaman. BC hissəsində sürət tapmaq üçün yolumuz 120-dir, zamanımız 2-dir. Onda BC məsafəsi olacaq. BC-də sürət olacaq. 120-ni böldüm uşaqlar. Zamanımız daha doğrusu 120 böldüm 2,60 km saat. X plus 15'imiz 60 olduğuna göre onda x'imiz olacak 45 km saat. Misal bizdə D'dən A'ya deyir nə qədər müddətə gedib? D'dən A'ya ki müddəti soruşur. T, DA-daki müddəti soruşur. Yolumuz yenə DA məsafəsi 120 km-dir. Böləcəm sürətimiz. Sürətimiz x plus 45-dir. X-də 45 tapdığımıza görə olacaq 90. O deyilir 30'a bölsəm 3'də 4 saat. Dəqiqə ilə çevirmək lazımdır. Variantlarda dəqiqədir. 60'a vuracam. Cavabımız eləcək 80 dəqiqə. Doğru cavabımız oldu D bəndi. Xətlər yutlamış fiqurun sayısını tapın. Xətlər yutlamış fiqurun sayısını tapan əvvəlcə funksiyaların qrafiklərini koordinatını çəkmək lazım. X kvadratının qrafiki bu şəkildədir. 8x kvadratının qrafiki bu şəkildədir. Misal bizə baxın bu sahəni soruşur. Kəşfi nöqtələrini tapaq. Bunun üçün funksiyaları bir-birinə bərabərləşdirək. X kvadrat bərabər 4-dən x1 2, x2 də mənfi 2-dir. Burası mənfi 2-dir, burası da 2-dir. İnteqralın sərhədləri mənfi 2-dən 2-yə. Yuxarıdakı funksiyadan aşağıdakı funksiyanı çıxırıq dx. Mənfi 2-dən 2-yə 8-2x var. İnteqralın sərhədləri əksəriyyətlərdirsə və integral altındakı funksiya cüt funksiyası integral belə yazırdı. Qabağa 2 atırdıq, aşağı sərhəd 0, yuxarı sərhəd qalırdı yerində, integral altı funksiyada qalırdı yerində. İndi integrala keçək. 8 integral 8x, 2x kvadratının integralı da 2x'in kubu bölü 3'dür. 0'dan 2. 0 vermeye ihtiyacı yoktu. Sadece 2 yazacağım. 16 çıxaq 3'dən 16. O deyilir, demək ki, 2 yazanda 8, 8 və 2, 16. 3 dəfə 16, 48-dən 16 çıxanda 32 bölü 3. 10 tam 3'də 2 edir. Elə cavab yoxdur. Harada səhvimiz oldu. Demək ki, yəni, qabaqda da bir dənə də 2 var idi. Unutduq. Bir dənə də 2 var. 3'də 64. 3'də 64'də 21 tam 3'də 1 edir. Doğru cavab oldu B bəndi. 5 nömrəmizə. İkiyüzlü bucaq verilib bizə uşaqlar.
İkiyüzlü bucağımızı çəkək. İkiyüzlü bucağın üzləri üzərində A və B nöqtələri götürülmüşdür. Götürək. Və onun tininə qədər olan AC və BC məsafələri. Məsafə deyəndə perpendikulyar çəkmək lazımdır. Yeri gəlmişkən bu perpendikulyar bir nöqtəyə getməlidirlər. Çünki C nöqtəsində olmalıdır. O zaman bura perpendikulyar çəkdim və burada perpendikulyar çəkdim. İkisi də bir nöqtə keçdilər. Və biz bilirik ki, perpendikulyar arasında bucaq ikiyüzlü bucağın xətti bucağına bərabərdir. Misal deyir ki, AB-dən söhbət gedir. AB, AC, BC bir-birinə bərabər. O zaman bu bərabər tərəfli üçbucaq 60 dərəcə, 60 dərəcə, 60 dərəcə və ikiyüzlü bucağın xətti bucağı da bu perpendikulyar arasında bucaq olan 60 dərəcə olacaqdır. Misal da bizdən ikiyüzlü bucağın qiymətini soruşur. 6 nömrəli misala baxalım uşaqlar. Demək ki, BAC bucağı 2 dənə ACB bucağına bərabərdir. BAC bura 2 alfadır, bura alfadır. AB 5-dir, BD də 5-dir. Demək bu bərabər yanlış bucaqdır. Bərabər yan tutucası oturacaq bucaqlar var, burada 2 alfadır. Xarici bucaq anlayışına görə 2 alfa ilə BDC-nin cəminə bərabər olduğuna görə baxın, bu bucaqda nə qalacaq? Alfa qalacaq. Alfa ilə alfanın cəmi 2 alfaya bərabərdir. O zaman bu da bir bərabər yanlı oldu alfalara görə. Onda olur bura 5. AC-nin 11 verdiyinə görə bura olacaq 6. Buradan hündürlük çəkirəm uşaqlar. Hündürlük olacaq 3, 3, onda bura olacaq 4. Misal bizə ABC 3 bucağın sahəsini soruşur. 2-də 1. Oturacağımız 11-dir. Hündürlüyümüz də gördüyünüz kimi 4'tür. Cavabımız eləcək 22. Doğru cavab oldu C bəndi. 7 nömrəli misal. A vektoru -1, -1, 2'dir. Çıxaq B ilə C-nin cəmi. B ilə C-nin cəmi də toplayanda 3, 1 və 4 edir. Vektorlar çıxanda da -4, -2 və -2'dir. Doğru cavabımız oldu D bəndi. 8 nömrəli misal. 124 dərəcə bucağın daxilindən keçən şüşə, onun dərəcə ölçülərin fərqi 26-nı 2 bucağa bölür. Yəni x ilə y-in fərqi 26'dır, x ilə y-in cəmi 124'tür. Tərəf-tərəfə toplasam 2x bərabər 150-dən x olacaq 75. Bizdən də böyük bucağı soruşur, cavab eləyəcək 75. 9 nömrəli misal. A və B qarşılıqlı sadə ədədlərdir və onların əkobunu 126 verib. Qarşılıqlı sadənin əkobu onların hasına bərabərdir və bərabər 126-ya. A plus B də 23'dür. Əslində buradan görünür 9 və 14 ədədlərdir. Görməmək üçün A kvadrat plus B kvadratı bərabər A plus B-nin kvadratı çıxaq 2AB. Yəni 23'ün kvadratı çıxaq 2 bırakır 126. 529 çıxaq 252, o da edir 277. Doğru cavabımız oldu B bəndi. 10 nömrəli misal. SABC piramidasının bütün yan tilləri oturacaq müstəvisi ilə 60 dərəcə bucaq əmələ gətirir. SA 8'dir. Piramidin oturacağı bərabər yanlı düz bucaqlı ABC 3 bucaqdır. Demək ki, oturacaq bərabər yanlı düz bucaqlı 3 bucaqdır. Bura bir 90 yazırım. Şöyle C nöqtəsini. Bura A yazırım. Bura B yazırım. Və piramidanın bütün yan tilləri oturacaqlı eyni bucaq əmələ gətirir. Əgər yan tildən söhbət gedirsə, ağuza böyük yeri gəlməlidir. Yəni, piramidanın hündürlüyün oturacağı düşür xaricə çəkilən çevrənin mərkəzinə. Bizim misalda oturacaq düzbucaqlı üçbucaq olduğuna görə və bura çəkilən hündürlük, yəni bu oturacağın mərkəzi düşəcək düzbucaqlı üçbucağın hibidonuzun orta nöqtəsinə. Aydındırmı? Bura bizə 60 dərəcə verib. Təbii ki, hamısı 60'dır. Baxın, burası da 60'dır. Burası da 60'dır. Bu da demək ki, SA burada S'dir. SA'mız 8'dir. Onda təbii ki, bunların hamısı 8'ə bərabərdir. Burada 90'dır. Onda bura olacaq 30. 90 qaba 8, 30'un qaba oldu 4. Demək burada 4 olacaq. Yəni düzbucaqlı üçün hibidonuz oldu 8. Bərabər yanlı düzbucaqlı üçbucaq olduğuna görə uşaqlar, onda katlər olacaq 4 kök 2, 4 kök 2. 30'un qabağı 4, 60'ın qabağı 4 kök 3 olacaq və piramidanın həcmini soruşur. 3'də 1 S oturacaq, bura H. 3'də 1 oturacağın sayısı katetlərə hasının yarısı bölək. Hündürlüyüm də 4 kök 3'dür. Belə cavabımız nə olacaqdır? Kök 2 ilə kök 2 ilə gedir. Cavabımız 16 kök 3 bölək 3 edir. Yox. Harada səhvimiz var? 64 kök 6 3 bölək 3. Doğru cavabımız oldu habəndə. 11 nömrəli misal. 2 kosinüs pi plus 3x bərabərdir kosinüs 3x. Üçüncülükdə olduğuna görə işarə dəyişir. Amma ad dəyişmir. -2 kosinüs 3x bərabər kosinüs 3x-a. Bunu bu tərəfə alsam 3 kosinüs 3x bərabərdir 0'a. Kosinüs 3x bərabər 0'a. 3x bərabər kosinüs 0'a bərabər şərt pi bölək 2 plus pi k'dır. X bərabərdir pi bölək 6 plus pi k bölək 3. Doğru cavab oldu D bəndi. 12 nömrəli misal. Funksiyanın təyin oblasına daxil olan təməflərdir. Loqaritma müsbətlər üçün təmin x minus 2 müsbətdir, 8 x müsbətdir. X böyükdür 2-dən, x kiçikdir 8-dən. Demək, təyin oblastımız oldu 2, 8.
Burada olan tam ədədlər hansılardır? A çoxluğu 3, 4, 5, 6, 7'dir. Və bunlardan seçilən 3 elementli ad çoxluqların sayını istirməsinin şərtinə 3 elementli ad çoxluqların ise kombinizon neçə elementli çoxluqdur? 5 elementli çoxluq. 3 elementli ad çoxluqların ise kombinizon 5'ten 3'tür. Bu da kombinizon 5'ten 2, o da edir 10. Doğru cevabımız eləyəcək A bəndi. 13 nömrəmizə A və B çoxlarının kəşfməsini soruşur. Gördüyünüz kimi ortaq elementlər ancaq 8 və 9'dur. Doğru cavab olacaq A bəndi. 14 nömrəmizə 4'te 1 üstü kosinüs x. Kosinüs x'in yine bir dəfə 1 yazanda 4'te 1 üstü 1'dən 4'te 1 elir. Bir dəfə də mənfi 1 yazanda 4'te 1 üstü mənfi 1'dən 4 elir. Belə də qiymətlər çoxumuz qapalı interval 4'te 1 ilə 4'ün arası olur. Y variantı. 15 nömrəmizə AK və BK tənbölənlərdir. Alfa alfa yazsam Z tərəfinə görə burada alfa olur. Bərabər yanlış bucaqdan bura A yazsam burada A olur. Bura beta betadır. Yəni çarpı bucaq anlaşın burası da beta olur. Bir dənə də bərabər yanlı buradan əmələ gəlir. Bura B isə burada B'dir. AB'ni bizə 12 verib, DS'ni də bizə 7 verir. Demək A ilə B'nin cəmi nəyə bərabərdir? A ilə B'nin cəmi 7'yə bərabər. Məsələn, trapezin perimetrini soruşur. 2A plus 2B plus 12'dir görürsünüz. Bura A 2'ni çıxarsam 7 yazsam 14 eləyəcək. Üstə də 12 gəldi 26 edir. Doğru cavabımız oldu C bəndi. 16 nömrəmiz al. 5x minus 21y bərabər 9'a. X plus 10y bərabərdir 16'ya. Mənfi 5'e vursam uşaqlar 5x minus 21y bərabər 9'a. Mənfi 5x minus 50y bərabər mənfi 80'dən. Tərəf-tərəfə toplasaq. Mənfi 71y bərabər mənfi 71'dən y olacaq 1. Y'imiz 1 ise 5x çıxaq 21 bərabər 9'un x'imiz olacaq 6. X belə y'yi soruşur. Doğru cavabımız olacaq 6. D variantı. 17 nömrəmiz al. Arksinusun təyin oblasından söhbət gedir. Bilirik ki, arsinus x kiçik bərabər 1'dən böyük bərabər mənfi 1. O zaman bizim misalda 5 çıxaq kökün altında x minus 2 kiçik bərabər 1'dən böyük bərabər mənfi 1. Hər tərəfdən uşaqlar 5 çıxsam kiçik bərabərdir mənfi 4, böyük bərabər mənfi 6. Hər tərəfi mənfiyə vursam kiçik bərabər 6'dan böyük bərabər 4. Hər iki tərəfi kvadrata yüksəlsəm x minus 2 kiçik bərabər 36'dan böyük bərabər 16. Hər tərəfi 2 əlavə etsəm 38 18'in arası. En kiçik ilə en böyüğün cəmin soruşun misalda doğru cavabımız eləyəcək 56 yerində. Biri digərin 40% olan 80% iki ardıcıl cütəhətdən, biri digərin 80%dirsə, onda biri 4x-dir, biri də 5x-dir. 4x 5x'in 80%. Ardıcıl cütəhətlər dediyinə görə onların fərqi 2'ye bərabər. O zaman x-imiz olacaq 2. Onda ədədlərimiz olur 8 və 10. Misal bizə bu ədədlərin kvadratları fərqinin modulunu soruşur. Doğru cavabımız eləyəcək 36 C variantı. Demək ki, A B'dən böyükdür. 2 bıraq kökün altına. Diqqətlə baxsınız, bu kök A çıxaq kök B'nin kvadratıdır. Bu da kök A plus kök B'nin kvadratıdır. Üstə gələk 4 kök altda B bölək kök A plus kök B. Kvadratla kök gedir, modul qalır. Modul kök A çıxaq kök B. Burada da kvadratla kök gedir, modul qalır kök A plus kök B. Plus 4 kök altda B, kök A plus kök B. A B'dən böyük olduğuna görə bu müsbət ədəddir, bu da müsbət ədəddir. O zaman modulu özü kimi açacağım. Məxrəclər bərabər olan sürətləri toplayıram. 2 kök A minus 2 kök B plus 4 kök B. O zaman sürət gedir 2 kök A plus islah aparsam plus 2 kök B bölək kök A plus kök B. Buradan da x'lar aparsam 2 qalacaq. Doğru cavab oldu Y bəndi. 20 nömrə misal A parametrinin hansı qiymətində funksiyanın ən kiçik qiyməti 4'e bərabər. Funksiyanın ən kiçik qiyməti 4'e bərabərsə, onda həmin nöqtə törəmə 0'a bərabərdir. O zaman x plus a üstü y minus x'in törəməsi bərabər 0'a. X'in törəməsi 1'dir. Y üstü a minus x'in törəməsi y üstü a minus x'in özü vuraq a minus x'in törəməsi bərabər 0'a. 1 plus y üstü a minus x vuraq mənfi 1 bərabər 0'a. Buradan y üstü a minus x bərabər 1'ə, a minus x bərabər 0'a, x bərabər dayə. Başqa üstü a nöqtəsində ən kiçik qiymət alır. Doğrudan da x yenə a yazsa törəmənin işarəsini təyin etsə sağı müsbət, solu mənfidir. Yəni A nöqtəsi bizim minimum nöqtəmizdir. O zaman minimum nöqtəsi isə F minimum A-da nəyə bərabərdir? Misal 4'e bərabərdir. Aparıram funksiyanın yerində x-in yerinə A yazıram. X-in yerinə A yazıram və 4'e bərabərəm. Buradan A-mız nə olur? 3 olur. Doğru cavab oldu B bəndi. Qəşəng sual idi. Loqaritm 2 əsasdan x kökün altındadır. Minus bunu açıram uşaq. Loqaritm 2 əsasdan 8 çıxaq loqaritm 2 əsasdan x. Plus 5 bərabər 0. Kök altda loqaritm 2 əsasdan x-ə mən t deyirəm. T minus 3 minus t kvadratı plus 5 bərabər 0. T kvadratı minus t minus 2 bərabər 0. T bərabər 2, t bərabər mənfi 1. Təbii ki, bu kənarı kökdür. Çünki kök mənfiyə bərabər olmaz.
Loqaritm 2'nin x bərabərdir 2'ye. Loqaritm 2'nin x bərabər 4'e. X nəyə bərabərdir? 16. Doğru cavabımız oldu A bəndi. Misalı variantlarını verseniz daha rahat olardı. 22. Z vıraq Z üstü xətti soruşur. Özü ilə qoşmasının hasılı. 2'də 7 plus 2'də 1 i. Vıraq 2'də 7 minus 2'də 1 i. O da olur 4'də 49 çıxaq 4'də 1 i kvadrat. I kvadratını da yerinə mənfi 1 yazanda 4'də 49 plus 4'də 1. O da gelir 4'də 50. Cavabımız yiyəcək 12,5 Y variantı. 23 nömrə misal. Gördüğünüz kimi y bərabər k bölü x funksiyasını absisoku boyunca sola və sağa, yuxarı və aşağı sürüşmə mövcuddur. Bilirsiniz ki, y bərabər k bölü x minus n plus n, n vaid sola və sağa, n vaid yuxarı və aşağı sürüşməni bildirir. Misala diqqət etsəniz, burası 2'dir. Gördüğünüz kimi uşaqlar 2 vaid sağa gəlib. Demək, n'imiz 2'ye bərabərdir. Burası da uşaq 4'dür. Demək, 4 vaid də yuxarı qalxıb, n'imiz də 4'e bərabər. Demək, mənim funksiyam k bölü x minus 2 plus 4 imiş. Bir də lazım nöqtədən istifadə. Məsələn, bu 4, 8 nöqtəsidir. Ondan da istifadə edək. Y-in yerine 8 qoyacağım. X-in də yerine 4 yazacağım. Buradan k-mız eləyəcək uşaqlar. 4, 4, 2, 8. Misal, m, n, k-nın cəmini soruşur. Neçə eləyir? 14. 24 nömrə misal. Limit x yaxınlaşır sonsuzluğa. Gördüğünüz kimi sonsuzluğa yaxınlaşan dərəcələri müqayisədir. Yuxarının dərəcəsi aşağının dərəcəsindən böyüksə limitin cavabı sonsuzluq eləyirdi. Amma burada 0 yazıb. Demək, mütləq şəkildə dərəcəsi 3 olan hədd olmalı deyil. Həddin olmaması üçün əmsalı 0-a getməlidir. A kvadrat çıxar 3A da bərabər olmalı 0. A oldu 0, A oldu 3. Hətta limit x yaxınlaşır sonsuzluğa. A kvadratı minus 2A minus 3, x-in kvadrat plus 1 bölə x kvadrat plus 1. Burada 0'dır. Yine dərəcələri bərabərdir. X kvadratları görürsünüz. O zaman yine 0 olma ehtimalı azalır. O zaman buranı da yoxa çıxardıq uşaqlar. X kvadratını yoxa çıxardıq. Yəni x kvadratın əmsalı da 0 eləyək. O zaman A olur 3, A olur mənfi. Biz də buradan orta qanunu seçməliyik ki, hər iki A'lar yoxa, x kubu və x kvadratı yoxa çıxsın. Cavabımız A'nın hansı qiymətində? 3 qiymətində. 25 nömrə misal uşaqlar. BDS ilə BSD'nin cəmidir 150'dir. X ilə Y-in cəmi 150 verib. BAS bucağı A yazıram. Bir də BASB bucağı. Burada bir B yazıram. BAS ilə ASB'nin cəmini soruşur. BAS A'dır. ASB də B plus Y'dir. Bax, misal bizdən buranı soruşur. Xarici bucaq özünə qonşum 2 daxili bucağın cəminə bərabər. X A ilə B'nin cəminə bərabərdir. Bunu da aparıb burada yerinə yazsam A plus B plus Y bərabər 150. Və gördüyünüz kimi bizdən də onu soruşmuş. Cavabımız oldu 150 dərəcə. 26 nömrə misal. Ox kəsin diagonal 18 olan silindirin ox kəsin diagonal 18'dir. Ox kəsi düz bucaqlıdır. A, B, C, D. Bura 18'dir. Hündürlüyü də 9'dur. Diagonalla doğru arasında bucağı soruşur. Bax, buranı soruşur. Kosinüs alfa bərabər bitişik katet bölü hipotenuz. Kosinüs alfa bərabər 2'də 1. Alfa da bərabər 60 dərəcə. 27 nömrə misal. Hər bir misalın ən kiçik qiymətindən və dəyişənlərin bu ən kiçik qiymət nə zaman aldıqlarından söhbət gedir. X4, Y5 olanda ən kiçik qiymətimiz olacaq 2. Kvadratlar 0'dan başlayır. X plus minus 2, Y 0 olanda, çünki Y kvadrat plus 5 0'dan başlamır, Y'nin kvadratı özü 0'dan başlayabilir. Ən kiçik qiymətimiz olacaq uşaqlar 0'ın kvadratı plus 5'in kvadrat plus 2 edir 27. X0, Y0 olduqda, çünki kvadratın üstə 4 gəlirsə, kvadrat özü 0'dan başlayabilir. X kvadrat plus 4, 4'ten başlayabilirsiniz. Onda ən kiçik qiymətimiz olacaq 4'ün kvadrat plus 5'in kvadrat plus 2 eləyəcək 43. Demək, ən kiçik qiymət 43'dür. A bəndi 3'e gedir. Ən kiçik qiymət 27'dir. B bəndi 2'ye gedir. Ən kiçik qiymət 2'dir. C bəndi 1'e gedir. Ən kiçik qiymət x bərabər plus minus 2, y bərabər 0'da alır. Bəli. D bəndi 2'ye gedir. Ən kiçik qiyməti 0 və y bərabər 0'da alır. Y bəndə uşaqlar 3'e gedir. 1'e C, 2'ye B, D, 3'e də nə qaldı? A, Y bəndləri. 28 nömrə misal. Hündürlüğü 20 olan silindir formalı qab yarısına qədər mayla doldurulmuşdur və içərisində uzunluğu qabın hündürlüğünə bərabər olan, demək, mənim silindir formalı qabın hündürlüğü uşaqlar nə qədərdir? 20'dir və yarısına qədər suyla doldurulubsa, burası 10'dur, burası 10'dur, burası 10'dur, belə deyək. İçərisində də uzun bir çubuq qoyublar uşaqlar. AB çubuğu olsun. AB çubuğun deyir uzunluğu qabın hündürlüğünə bərabər, yəni 20'ye bərabərdir. Misal nədir?
Çubuğun deyir bir ucu alt oturacağın üzərindedir, digər ucu isə doğran üzərindədir. Qabın yan divarı üzərində olmaqla üst oturacaqdan 4 sm məsafədədir. Bax bu nöqtə üst oturacağın 4 sm məsafədə. Onda bura nə olacaqdır uşaq? 6. Misal deyir ki, çubuğun qabın daxilində qalan hissəsinin uzunluğunu tapın. Bax buranın uzunluğunu soruşur misal bizdən. Təbii ki, uşaqlar bura 90 dərəcədir. Bura 90 dərəcədir. Faliz teoreminə görə bunlar bir-birinə paralel olduğuna görə bura 6, bura 10-dursa bura yazıram 3K, bura yazıram 5K. 3K ilə 5K'nın cəmi bizə 20-yə bərabər. K'mız olacaq 20-ni 8-ə bölsəm, 4-ə bölsəm qalacaq 2,5. Misal bizdə bax buranı soruşur, AO məsafəsini soruşur, 5K'nı yəni. 5 vuraq 2,5, cəmimiz olacaq 12,5. 29 nömrə misal. Koordinat müstəvisinin ixtiyarı üçün bir düz xətt üzərində olmayan 10 nöqtə qeyd olunmuşdur. Və təpələri bu nöqtənin bütün mümkün üçbucaqlarının biri seçilir. Ümumiyyətlə, burada nə qədər bütün mümkün üçbucaq var? Demək, kombinizon 10-dan 3. 10 vuraq, 9 vuraq, 8, 1 vuraq, 2 vuraq, 3. O da bərabərdir. Demək, 2 ilə 8 getdi, 4, 9 ilə 3 getdi, 3. 120 dənə belə üçbucağım var uşaq bizdə. Misal deyir ki, bu üçbucaqların hər təpəsinin müxtəlif rüblərdə olması ehtimalını tapın. Demək, hər təpə müxtəlif rüblərdə olacaq. Ta ki, mənim təpələrim 1-ci, 2-ci, 3-cü rübdə ola bilər. Mənim təpələrim 1-ci, 2-ci və 4-cü rübdə ola bilər. Mənim təpələrim 1-ci, 3-cü və 4-cü rübdə ola bilər. Mənim təpələrim 2-ci, 3-cü və 4-cü rübdə ola bilər. Başqa hal qaldı mı? Başqa hal qaldı mı? 2, 3, 4'ü yazdım. 1, 2, 3'ü yazdım. 1, 2, 4'ü yazdım. 1, 3, 4'ü yazdım. Gözümden kaçan bir şey yoktu bence. O zaman 1, 2, 3. rüblərdə hər nöqtədən, hər rübdə olan nöqtədən birini götürəcəm. Birinci rübdən 4 dənə nöqtədən birini götürən və ikinci rübdə 2 dənə nöqtədən birini götürən və üçüncü rübdə 3 dənə nöqtədən birini götürən. Belə üçbucaqlarınsa 4, 2, 3, 8, 24 dənədir. Keçdi uşaqlar 1, 2 və 3-cü rübdə, 1, 2 və 4-dən nöqtələri götürək. 1-dən nöqtə 4-dən 1 ehtimallandır. 2-dən nöqtə 2-dən 1 ehtimallandır. 4-dən nöqtə 1-dən 1 ehtimal. 8 dənə belə nöqtəm var, 3 bucağım var. 1, 3 və 4-dən birinci rübdən nöqtə götürürəm, üçüncü rübdən bir dənə nöqtə götürürəm və dördüncü rübdən də bir dənə nöqtə götürürəm. 12 dənə belə 3 bucağım var. 2, 3, 4-dən ikinci rübdə demək 2 dənə nöqtəm var, 2-dən 1. Üçüncü rübdə bir dənə nöqtəm var və dördüncü rübdə də bir dənə nöqtəm var. Demək, 6 dənə də belə 3 bucağım var. Ümumiyyətlə, təpələri müxtəlif rüblərdə olan 3 bucaqların sayı 30, bir də 20. 50 dənə belə 3 bucağım var, səhv eləmirəmsə. P bərabər 120 dənə 3 bucağın 50'si bizim şərtimizi ödəyəndə 12'də 5 ehtimalı. Növbəti misalımıza baxalım uşaqlar. O sonuncu misalımızdır, ispat məsələsi. Nə deyir misalı? Biraz da böyüdək şəkli. Demək, bu C nöqtəsi yəqin ki. Deyir ki, CD AO'ya bərabərdir. CD AO'ya bərabərdir. AO radiusdur, onda CD də radius yazacaq uşaqlar. Təbii ki, OB də radiusdur. OY radiusdur. Nə ispat edindir? ASY bucağı AOY bucağından 3 dəfə kiçikdir. Onu ispat etməliyik. Baxaq görək. Uşaqlar, mən onunla D-ni birləşdirəm, yəni yeni bir radius çəkirəm. Onda burası da R olacaqdır. Mən bu aşağıdakı R-i pozmaq istəyirəm, gözümü qamaşdırmasın. Bərabər yan üçbucaq olduğundan bura alfa yazsam, burada nə olur? Alfa olur. Xarici bucaq anlaşılır. Baxın, bu bucaq nə olacaq o zaman? 2 alfa. Bu da bir bərabər yanlı üçbucaqdır, görürsünüz, R-lərə görə. Onda bura 2 alfası, burası da nə olacaq uşaqlar? 2 alfa olacaq. Yenə xarici bucağa baxaq. YOC üçbucağında, baxın, bu 2 alfa ilə alfanın cəmi xarici bucağa görə bura bərabər. Bura oldu 3 alfa. Belə AOY bucağı oldu 3 alfa. ASY bucağı oldu alfa və gördüyünüz kimi biri digərinin 3 dərinə bərabərdir. Elə də ispat nə oldu? Tamamlandı. Belə əziz abituriyentlər, uğurlar olsun sizə. İnşallah ki, yaxşı yazmısınız.